Bu qala, daşlı qala ahənginin amuzişi. Re bəyat Şirazında yazmışam. Kökümüz yəni re olacaq. Orta simlər. Az simlərlə bir səsli olacaq. Biri əlbəttə. İkinci sim bir surəti bəm. Zirbəm halətdə ikinci və səs sim əvvəllə bir olacaq. Buranda re səsi verir. Bu ahəngi solda kökləsək çalmaq olar. Mən re kökləmişəm. Bəyat Şiraz, re bəyat Şiraz dəstgahında do'muz üstə diyez olacaq. Yəni 5-ci barmaqla bu pərdəni tutacaq do'da. Do deyiləndə. Bir də si bemol olacaq. Silərimiz mənə desək bemoldur. Ahəng iki qismətdən təşkil tapır ki, əvvəl qismətin çalırım, sonra amuzişinə keçək. Bu əvvəl qismətimiz ki, 2 dəfən çalındı. Keçək indi əvvəl mizan və ikinci mizanı bir yerdə. Es, la, 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 sol, la, sol, fa çalınır. Əvvəldə bir sukutumuz var. Sukutu eləyə biləq orta simə vuraq. La, 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 3 dənə la rast mizrab, 3-cü barmağına. O birisi mizan. La, sol, la, rast, səhv, rast olacaq.